أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطاهرين ولا سيما بقية الله في الأراضين. Allah-u Teala əzəmətli fikri ilə, iradəsi ilə bizə mənşur yazıb, tərbiyəti kitab yazıb, rahnımay əməl yazıb. Bir dənə getdin maşını aldın, dəstur verərlər yanın kənarında, bir yazı verərlər, bunu bu cür işlət. Balaca bir dənə bir şey də alsın, bir dənə məsələn plov pazarlasan, böğründə hətmən bir şey var ki, bunu bu cür işlədərlər. Plov pəs, dəsturləməl istey, 80 il istəysən burada yaşayasan, dəsturləməl istəmək, sənin məsləhətün, məfsədətün nədədi, onu bir istəmək sənə təyin eləyə. Rivayətdə var, Əlzəmül ilm mavdəlləkə əla salahu nəfsik və əzhərələkə fəsadəha. Belə elmi var, hansı elm əlzəmül ilmidir, hamısından vacibdir. O elmidir ki, sənə müəyyən eləyə, müşəxəs eləyə ki, bu içkini içmə, bu sənə fəsaddır, bu sənə eybidir, bu sənə ardır, bu sənə başağalıqdır. Adam da əqli ilə oynar. Biri gərək ola sənə deyək ki, bu zinani eləmə, innəha sa'əsə və la təqrəbu zina. İnneha Allah'ım Teala çok pis yoldu. Çok pis yoldu ondan durup özü irza eləyəsən. Biri gələ ola deyə riba yemə. Riban Allah'la cəngə çıxmaqdır. Sən kimsən Allah'la cəng eləyəsən? Çok cürətli bir şeysən ki Allah'ın cənginə çıxıbsan. Elə Allah'ın hər hökm qoyduğun yerə cəngidir da bin o. Hamısı cəngidir. Bir tabiri Hazrallah Hüseyin Gülü Həmədani nigar və xudast. Nigar yani cəng eləmək. Diğer bir elinde Allah hediye vereysen, bir elinde de cenk eleysen. Bir elinde namaz gileysen, bir yandan da zekatı vermeysen, bu oldu məzləməni saxlamaq. Allah-u Teala bütün bunların hamısından sual edecek. Necə şeytanın Allah qabağın kəsdi, dedi, ma mənəəkə, Allah təscüdə lima əmərtok. Ax, sənə dedim buna səcdə elə. Niyə buna səcdə eləmədin? Biri diğer ki binamaz şeytandan beterdi. Çünkü şeytan Allah dedi Adem'e secde elə, eləmədi. Binamaza deyiblər Allah'a secde elə, secde eləmək. Necə o sualı soruşum şeytandan? Soruşacaq. Fakat da secdeye mərbutdur. Başını açıbdı, xəyanət eləyibdi, xəşşidər muamilə eləyibdi, ürək sındırıbdı, suluk ictimaisi pis olubdi. Allah buyurdu və ma mənəkə, mənə de görüm. Ne geçerdi? Allah sual ele ya. Yani Allah bilmey. Bize görədir bunu sual ele. Ve ma mene, bu ve ma mene açı hamiye var. Onlar için oyun sardıblar. Çok çetin bir gün diyor, gün için Allah-u Teala qabağı kesecek. Diyecek, ya eyyuhel insan, ma garreke bi rabbikel kerim. Ellezî halakeke fesevvâke feadelek fi ayyi zumretin ma şa'arek kebek. Budur sana qamat verdim, budur sana can verdim, beden verdim, fikir verdim. Bir alemdir senin içərin. Ətəzəmu enneke cirmun səğir və fikəntə vəl alemul əkbəru. Alem-i əkbərsən sen. İçəridə Allah nələr düzəldib, nə iqtizaat qoyub. Sənin o qəlbə zapas damar da qoyub. Qıçından damarı götürəylər, aparıb qəlbini vuraylar, qəlbini düzəldəylər. Ne fikrin eləməyibdi? Ne ihtiyaç vardı Allah'a mutsal? Har neyin Allah fikrin eləyib? Allah diyecek, mağarreke birey, sakın ne mənə səni Allah'tı mənə? Bir şey açı koymuştum, hüccət hazırdı. Bir namaza diyecek, ve ma mənə əkə Allah təscüdə lima əmərtök. Mən ki demiştim səcdə elə. Niye səcdə eləmədin? Şeytan o cür dedi. Şeytan dedi, məni xəlq eləyibsən otdan. Onu xalq eləyibsən torpaqdan, onun bir nəcadı var, mənim bir nəcadım var. Allah'a de ya, Allah'a de ki, sən bilməysən nəcatla fərq elər. Hər nəcadı bir yerdə qoymaq olar. Bu nəcadı farsdır, bu nəcadı türkdür, bu nəcadı lor, əvvəl nəcat pərəst şeytandır. Durdu nəcat pərəstlikdən danışdı. Odur ki, hər kəs nəcat pərəsti eləsə, qomgərai eləsə, şeytanla məşhur olacaq.
İnsan ki dünyaya gələk, Sədra-i Şirazdə düşür çaharraha. 4 yol var. Bu 4'ün birinci hərəkəti. Ya süvər səbəiyyə düşəcək, yırtıcı heyvanlar, əxlaq o qədər zaydi, dindirməlidir. Zəhər tuluğudur, zəhər tuluğu. Danışdırırsan, deyirsən ki, əslən hirsindən istəyir hər nə vura dağı da. Sen burada hirslənərsən, Allah onlara baxmaz. Allah sana ağlı veribdi. Ağlı dedi hirslən, uşağın üstünə hirslən, xanımın üstünə hirslən, ya xanım ağanın üstünə hirslənsin. O iki əxlaqı yırtıcı, qorxa deyəm üləmanın birin. Yuxuda gördüm, düşüb ki, elə o yırtıcı heyvanın şəklinə gözündən tanıdım. Gözünə fikir verdim, gözündən tanıdım. Cədüzay Mütəərrin oxuyuz kitabında bir dənə üləmadan bunu nəql eləyək. O cür deyil. Allah səni hansı qiyafə salacaq? Bu bədən duvardır. Duvarın dalından hey qiyafələr çıxacaq. Əgər yırtıcı əxlaq oldu, bəli, cəmaatı vurdu. Yırtıcılıq nə olar? Qiybətinə. Əl-qiybətu idamu kilabi əhlin-nar. Cəhənnəmin itləri deyəcək, acuq, Allah qiybəti tökəcək, qabağına deyəcək, ye. Hazreti İmam buraya bu it nə mənədir cəhənnəmin iti? Deyəman qeybət eləyəndi. Yırtı cəmaatın abrısın, mövqiyyət ictimasını getdikcə mahiyyət əvəz olay, təbdül olay itə. Ondan sonra məhşərə də gələndə it. Acib budur ki, hələ Peyğəmbər buraya hər kəs dəfn olay, dəfn olmayız. Yudfənu əhədukum və məəhu qərin. Hər kəs dəfn olay qəbirdə, hətmən onun yanında bir qərin var. Qərin yəni bir şey var, bir mevcut var. Gözün olsa görərsən. Mərhum Allame Hüseyni Tehrani yazı, dühtür varmış, dühtür şeyx, çox gözü yatsırmış deyim. Mən Kazimində gördüm. Maşınla getdilər cənazəni yapararlar, şot verələr hərəmin içində. Gördüm ki, tabutu qoyublar. Maşının üstündə də bir yekək təyləşib. İt düşdü yerə, hərəmə çeşmədi. Yapardılar, şot verdilər. Getdilər, aparanda it təzədən atlandı, çıxdı tabutun üstünə. Bu hansı itdi bu? Hazihi əmalıkum, rüddət ileykum. Öz əməlində gəydib özünə tərəf. Bu dünyada salim yaşamaq çox mühümmidir. Xətər hamısı buradadır. 6 mənzil təyyəl yox. Aləm-i zərridir, dədələrin sülbidir, nənələrin rəhimidir. Dünyadır, bərzəxdir, məhşər. Hamısından çətin dünyadır. Çünki bu dünya müşəxəs eləyir ki, bu hansı yolu gedəcək. Su-ül insiraf, su-ül münsərəf. Bu dua oruçluğun dualarında bir yerə yetişəndə, bunu yetişəndə bir fikir ver, dayan. Ki Allah'a pənah aparaysan, su-ül münsərəfdən. Su-ül münsərəf nədir? Gəldilər, süftə bismillah, xülasə hökm eləyəcəklər, təfsili hökm ahirətdədir. Əvvəl qəbirdə müşəxəs eləyəcəklər, biyanəcət ya biyanəcət. Sual olunmur, ya məhz imandan ya məhz küfrdən. Elə ki, müşəxəs oldu, gəydi. Gəydəndə nə cür gəydi? Ona deyirlər, sıvı insiraf. Ay bir halından gəydi ya. Hara çatdıra bilər. Qışqırığı hara çatar. Bəli, heç iş görə bilməz. Və la təhinə mənas. Hər nə qutardı, xalas. Oradadır ki, 4 dənə yolun birinci edəcəksən. Ya əxlaq yırtıcı əxlaqdır. Qiybəti yemək olar. Allah Quranda deyir, bu leysə ləhum ta'amun illa min zəriyə. Ta'ama oxşar bir şeydir. Ta'am 4 ki bu. İkinci yol süvər-i bəhimiyyədir. Yaxçı yesin. Ölək yeməkdən ötürü. Ölək. Rəhbərək əlvan gəzanı verəsən, bədən də aradan gedər. İnsaniyyətdən də uzaqdır deyəsən ki, mən əlvan qəzaları yeyim, halbuki mənim ətrafımda həsrətdədir sadə qəzaya. Bu hünərdir, çox yemək, dadlı yemək, ləzzətli yemək. Fəqət yeməkdir, ondan sonra fikir yox. Yəkulunə və yətəməttəun kəma təkulul ən'am və nəru məsvəlləhum. Allah böyle bir de yəkulun, yətəməttəun, təməttü elə. Rivayette var, hadis-i kürsüde Allah buraya temettə bi ibadetik. Benim ibadetimle temettü elə. Benim ibadetimle keyf elə. Yani mütənəim ol benim bu ibadetimde. Ne geçerdi gecənin aləmi bir xəlvət eləyəsən. Hər nəyi qabağına tökəsən.
Deyəsən Xudaya günlər keçək, aylar keçək, həftələr keçək. Qoy mən səndən bir təsvir hesab eləyim. Mənim axırım ara çatacaq. Qəşə bir Allah-u Teala'la bir xəlvət eləyəsən. Hər nəyi cürrüyəsən. Hər nəyi saf eləyəsən Allah-u Teala'la. Ondan sonra öz hesabı yetişəsən Allah dediyə bundan hesab çəkməyin. Biləysən o xəlvət eləməğin nə dadı var? به وقت شب که همه مست خواب خوش باشند من و خیال تو و گریه های خونالود ان الله ینظر الى قلوب المتیقظین فی الاسحار sübh vakti Allah oyakların ürəyinə baxar. Oyağı da ya, demeyin namaz günahına, oyak olasan. Yani iki saharın arasındaki bilakara ta Fazl-ı Sadık ola ta gəlib o fəccə satasan, ikisinin arasında bir oya sülsi axarı şəb. Allame Təbatəvəyə dedər o sülsi axarı şəb. Gecənin 3'dən bir axırında niyə dua müstəcabdır? Niyə orada qiyamətli qoğadı? Əcəb söz dedi. Əcəb söz dedi. Dedi üçün orada günahkarlar yatıblar. Alan bu yaşanalara geçsin, gecə birdən 2'yə incən, 3'ə incən. Çifir fıskı fucurari eləylər, sübə yoxun yataylar. Həzrət durdu ki, gecəni tez yat. Qalıb gecənin axırın yatma. Tilkə sifətül kilab. İt o cür elər. Gecənin əvvəlin oyaq qalar, axırın yatar, oğru da axırda gələr. Dedi üçün bunlar yatıblar, fəza müəttərdir. Yəni məlum ol üçün, no insanlarla varidatı qəlbi fərq eləyir. No insanla bəla gəlir, bəla dəf olur. Bəli, bir dəfə danışıram sizə. Həzrəti Musa narahat oldu Haruna, niyə? Dedi, niyə çıxmadın? Çıxaydın bunların içindən bəla gələydi. Lut niyə çıxdıq? Lut çıxmasaydı bəla gəlməzdi. Sən dedi, çıxaydın oradan. Çıxaydın sən bəla bunları bilərdi. Bunlar ki, gəldilər, qulsalə pərəst oldular. Yəni, qahi bir dənə salih insana görə Allah bəlanı dəf eləyir. Rivayətdə var, İnnəllâhə yüsəlli, İnnəllâhə yədfə bimən yüsəlli, əmməllə yüsəlli. Allah namaz qılana görə beynamazdan bəlanı dəf elər. İnnəllâhə yədfə bimən yüzəkki, əmməllə yüzəkki. Allah zəkat verənə görə zəkatsızdan bəlanı dəf elər. İnnəllâhə yədfə bimən yəhicc, əmməllə yəhicc. Allah bəlanı dəfər həccə gedəndən o şəxsi ki, həccə müstətidir ya getmək. Allah sərahətən deyib, müstəti ola biri həccə getmək kafirdir. Və mən kəfərə fə innəllâhu qəniyyun hamid. İndi Allah-u Teala düşdü bu vəsətə. 2000'si bəs nə oldu? 2000'si bu oldu ki, bəhimə heyvanatın rədifinə gedəcək. 3000'si də budur. 3000'sindədir mənim sözüm. 3000'si süvəri şeytaniyə düşəcək. Şeytan şəklində gələcək məhşərə. Hər kəs şeytan işi görüb dünyada. Şeytanın olsafını Allah bir-bir deyib. Və əttukum fəxləftukum. Qiyamətdə deyəcək, məni nədən neysiniz? Mən sizə nə verdim? Vədə verdim, sizi ixtilafa saldım. Heç kəsi ixtilafa salma. Şeytanın vəsifini bax, biri budur. Əş-şeytanı yədukumul fəqr. Heç vaxt birinə vədə fəqir verib qorxutma. Ruzi Allahın əlindədir. Sən nə biləysən ki, Allah-u Teala necə əsbab-ı rızq ilə ayəndəni təmin elər. Bir dənə tələbə bir evdə eləşəydi, evin nəyi desəydin var idi. İstəxri desəydin var idi. Salonları var idi. Antik əfəşləri var idi. Görməli bir evdə bir dənə tələbə eləşəydi. Bala, sən bu evi yardan gətdin? Dedim, mən ev tapan verdim. Xiyabanın kənarında edim, bir dənə bahalı maşın məni saxladı. Çox bahalı. Mənim indirdi, dedi, tələbəsən, dedim, bəli. Dedi, dərs oxuysan, dedim, bəli. Dedi ki, evlənibsən, dedim, bəli. Dedi, evim var, dedim, yox. Dedi, biz hamımız Avropada zindəci ediyor. Bir dənə nənəmiz var, qoca. Nənə deyim, məni öldürəsən, getmərəm Avropaya. Məni Avropada dəfn eləyəsən, bağrım çatlar məni. Mən burada gərək qalam. Bizi də heç qoymaya gedək, zorumuza salıb getmişik. Bizə də heç sən gedibsən Avropaya, nəsli əvvəli qoruyacaqsan. Nəsli dovum için qoruyacaq. Sevvum için qoruyacaq. 4000'cini kim qoruyacaq? 5000'cini kim qoruyacaq?
Bir tane tebah olunmuş neslin bir öğresin götünür. Kıyametin o neslin hamısından senden sual edecekler. Allah'a andolsun. Allah'a andolsun. Merkel'e dediler. Merkel'e dediler. Niye be böyle? Merkel bileysen de baş naziriydi Almanın. Nüfus veziriydi. Dedi be böyle hazır niye kabul edeysen? Dedim benim bir amuzuşu perverişim var. Bunların hamısın belə zihnin dolandırar ha. Dədəsinə bədmin olar bunu. O kadar bunları Almaniyeler. Tamam etikadatın her neyin alar elinden bunu. Ondan çefele iftihar edeyim ben Avrupa'da zindəcəyəm. Ha, sabreyle. Cezədir gözüm olsun. Dedi bu nenem getmi. Nenemizi de tak koyanmarıq. Sence kal bizim evimizde. Koy bu nenem de burada hatırımız cam olsun. Yarı gece birden buna bir şey oldu bunun için bana aparıp yere sattırar. Dedi bu boydana təşkilatı koyun benim elimde. Her su deveden kessedere xiş veranat. Anrak çe behanet bedere kesne devanet. Etikadı gaviyle, tevhidü gaviyle. Şehid-i sani deymen ömrümde gördüğüm kerametleri istesem yazam. Balagat talifim av ya'lemullah. Allah bile kitap ne boyda kitap olar. Şehid-i sani. Bileysen o boydana alim. Tey kerametle Allah-u Teala işin tenzim edipti. Şeytanın o safının biri ibaretti necat perestiden. Qom cəradiydən, mənim tayfam, mənim tayfam. Təəssüb-i taifi niye haramdır Həzrətdən sual elədilər? Çün dedi birinin təəssübü olsa, şirari öz qovmin, xiyari özcə qovmin qabağına salar. Bir də qoy deyəm. Dedi niye təəssüb haramdır? Dedi təəssüb olsa bu tayfamdır, bu tayfamdır. O gələr öz tayfasının laf şərrin qabağa salar, özcə tayfasının laf xeyrin dala atar. Bile ya onu çıxarı nə qədədir. Onu qoyar girağa, gedər sorağı şirar özqumi. Bəli. İndi Kərbəlada da bu özünü görsətdi. Şimdi gördü ki bir iş görə bilmir Hərzətiyə Bəlfəz Ağya, Nəcat pərəsti ilə girdi içəri. Dedi, aynə bəni uxtuna. Mənim bacım qızlar hardadır? Bacım oğlu hardadır mənim bacım oğlanları? Gəlsinlər bura. Əlin qoydu Taifi cəriyə. Həzrət Əbəlfəz Ağanı Taifi cəri ilə yoldan çıxartmaq olar. Taifi cəri ilə Hüseyin kimi şəxsiyyəti boşduya. Dedi Allah sənə də, əmannamıya da, əmannamı yazana da lənət eləsin. O əzəmətdə 2 nəfərə biləysən əmannamə gəldi. Biri Həzrət Əli Əkbər ağa idi, biri də Qəmər Bəni Haşim idi. O safi biri de oldu, pes bir oldu o safi şeytani. Birden gözün açık olsa qəssalxanaya geçsen başa düşersen ben ne diyeyim. Ha? Bəli. O kadar bunları görüblər ha. Bəli. Vakti gözü kör idi. Əbu Basır'ın hacca gelmişti. Dedi ne hada labbek diyen var. Dedi ya Resulallah ma ekseler hacic ne kadar hacı var. Dedi yok. Hacit çoxdur, zacit çoxdur. Zacit qışqırtı, hacit hacı. Sonra fəməsəhə yədəhü şərifə əla əynək, əlin səhəti gözünə dedi, bax. Əksər ma tərə qərədətün və xənazir. Əksər cəmaatı ki görəysən, hələ o zaman üçün o. Ya doğuzdur ya da meymundur. Kim doğuz olar? Həşr por hersi xəsə murdar xar. Suret خوکی بود روز شمار. Bu da bir tane qiyafədir. 4-cü qiyafə mələk qiyafəsidir. Mələk nuraniyyət məhzədir. Mələkdə şəhvət olmaz. Mələkdə qəzəb olmaz. Mələk əvvəldən axıra gözü fəqət Allahdadır. Heç yerə dönə bilmək. Niyə? Çünki mələk bir hadladır, bir yerdədir ki Allahın avalimi az cemal-u celal hak onlara açılıb. Əgər açıla, burada hər kəs açıla. Ay Bəhçət hələ lap alçağın deyə, lap azın deyə. Ay Bəhçət dedi yalnız mən təqiyə Şiraziyə dedik, müştehidi kül. O kadar məşğul diyarı aləmdə. Heç bilməydi kim gəlir, kim gedir. Dedik ağa, yol dedi, haracı deysən. Dedi qoy fikr eləyim deyim haracı deyə. Ay Bəhçət dedi der fikr بود. در آن فکرها مستم کنن چنان که ندانم ز بی خودی در عالم خیال که آمد
کدام رفت. Bunların dünyada bunlar kef eləyib. İçki içən kef eləyib, zina eləyən kef eləyib. Kafşafda gedib aludə gəlyanları çəkən kef eləyib. Buna kef deyərlər. Kef yaparıb diye Mirza Cavad Ağa Maliki Təbrizi. Vakti namaz şəbə duranda xatimi də yorğan-döşək içində bir müfəssəl ağlaydı. Çıxdın ki həyata, gözün düşdü ulduzlara, müstəhəb idi bu ayələri oxuyasan. Əcəb ayədir, əcəb ayədir, əcəb ayədir. İnne fi xalqis semavati vel arz ve ihtilafil leyli ven nahar la ayatin li ulil albab ellezine yezkurunallaha qiyamen ve qu'uden ve ala cunubihim ve yetefekkerun fi xalqis semavati vel arz. Rabbena ma halakte hâzâ bâtilen subhaneke faqina azâben nâr. ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار ربنا وآتنا ما وعدتنا على رسلك. Kapıya gelmişim, qabağıma bir şey atasan deyəsən götü. Çox bağışlamasan bizim dildə də götü çıx get yox. Peyğəmbərlərə nə verirsən? Onu istəyəm mən. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. Əcəb ayələr. Əcəb ayələr. Buraya yetişəndə ayəni ki başlaydı, bu səfər o qədər ağlaydı pillənin üstündə. Baxıydı, bu ayə göyə ağlaydı. Əvalim nə görəydi ağlaydı. Ondan sonra gəlib yetişəydi suya. Su yasaydı ki dəstəmazala, orada da müfəssəl idi ağlamaq. Bu gözyaşı nə üçündür? Qoy sənə bir dənə bir söz deyim, yadigar saxla. Dünyada ateş nişanı bilirsən də nədir? Bir yer ot tutar, ateş nişanı gələr deyə bu otu keçirdi. Arif nə qədər gedər, qabağa görər bir iş görəmədi. Deyər olmadı, olmadı, olmadı. Görər Xudaya səni əzəmətun hara, mən ibadətim hara. Hey qusur, hey qusur, hey qusur, hey qusur. Da Peygamber azametine dayandı da dedi Allahümme inna ala nafsi sana'an aleyk. Ente kema asneyti ala nafsik. Xudaya dayandım. Biz seni sana eləyənmərik. Sən elə olursan ki, özün sana eləyibsən. Ma arafnavke haqqa ma'rifatik. Və ma abadnavke haqqa ibadetik. Peygamberin ibadetine ibadet satar. Dedi Allah dayandı. Orada nə qayri bağrı çatdı ya ki. Be tabir hafız qəsd candı. Qəsd can است طمع در لب جانان کردن. تو مرا بین که در این کار به جان میکوشم. qəsd can eləmişəm. Yəni nə qədər getdin qabaq qəsd can. Orada qəşəng qulaq asın, ot tut ey yanmaz. Ey kaşlan mənasını keçə bilirsən. Elə ki ot tutanda görə fəqət bir dənə şeylə bu otu keçirdi. O da göz yaşıdır. O da ürafa axırda hamısı göz yaşına pənah gətiriblər. Lap Əmir Əleyhisselam'da adı nə oldu? İmam Səccad nə dedi? Şam'da adını qoydu Tacül Bəkkavin. Tacül Bəkkavin. Gör nə qadarlıymış o. Peyğəmbər ki də ağaç eləydi. Ağlaydı, qəş eləydi. Elə bilirsən cəhənnəmdən zatdandır bunlar. Bunlar gəziyə cəhənnəm gəziyəsidir. Yani o envar cemaliyyət, cəlaliyyət ki bunlara kəşf olaydı, bunlar əslən nəzir diri qalıblar. Oradadır ki ağlamaq. Peyğəmbər dedi, ətini eyneyni həttaləteyn. İki dənə bulut, yaz bulutu kimi səndən göz istəyəm ağlayam. O ağlamaq qüssə gətirməz. Dünya malına ağlamaq adamı qocaldar. O yox. O eyni ləzzətdir. O eyni məstidir. Ha? İmam-ı Saccad alan duayı Hamzəyə oxuysan oruç tutdu. Allah'tan kömək istəyin. Xudaya ənni, məni kömək elə. Sən Allah'a desən məni kömək elə nə istərsən? Bəli, biri gəlmişdi İmam Zağanın məhzərində. Deydi Xudaya bir dənə bir səndən bir tireli istəyəm. Bir dənə də bir yeki ev istəyəm. Bir dənə də bir vila istəyəm. Və belə də məsələn pul istəyəm, gördü bir dənə də kasıb dayanıb diyor da, deyir, ya İmam Rıza, yeməğə çörəyim yoxdur, mənə bir 50-60 min tümə mənə pul yetir. O da tez 50-60 min tüməni çıxartdı, verdi ona, dedi ki, ala tez get, imamın başını qatıma qoy, imama sözümüzü deyər.
O cür olardı. İndi sən nə istərsən Allah'tan gör İmam Sazlar nə istəyib. Az berruhi. Dedi ilahi a'inni bil bukai ala nefsi. Məni özümə rozaxan elə. نوحقان را گفتم به چشم که از عقب قرخان مرا نشنید و رفت عاقبت از گریه کور شد 3 dəfə gözü kör oldu Cenab-ı Şeybin a'inni bil bukai ala nefsi özümü ağlayayım İmam-ı Saccad nə xeyri özünü ağlasın haranı körreyib özünü ağlasın acib söz ya bu fakat afneytü bit tesvifi vel amal ömri Sabah diye tövk olmuşam. İşi xarab eləmişəm deyir. Sabah demə. Sabaha koyma. Bu iş, bu yol bir yoldur ki sənin əbədiyyətin bura bağlıdır. Büyünü sabaha koyma. Ətayı qəşə silkələ. Bir tane oğlan varmış. Şərxatanın biriymiş bu oğlan. Heç kəs başaranmaymış. Nir intizamı da başaranmaymış. Ne bu? Dədəsi bunun öleyi. Dədəsi öləndə nənə başlayır ağlanmağa. Oğlan deyir ki, nənə, niyə ağlayırsan? Dedi, necə ağlamayım? Sənlə dədəm başaranmaydı. Nir intizamı başaranmaydı. Mən səndən neyniyəcəyim? Bu söz bunu tutdu bu uşağı. Yapışdı ətəyindən. Necə Seyyid-i Şuşada ətəyin silkələdi Kərbəladə. Əli Əskərdə ətəyin silkələdi. Dedi, Allah da hissət qalmadı. Bu da ətəyin silkələdi. Dedi, nənə, hər nəyim var idi töhdüm. Nənə, hər nəyim var idi töhdüm, durdu getdi Necəfə. Yekə bir alim oldu, Ayətullah Sabuni. Bir gün üləmanı cəşnə dəvət elədi. Hamı gəldi, dedilər, axı, nə fitirdi, nə əzadı, nə cəşnə dəvət eləyibsən. Dedi, bu günləri mən gediyəm. Bir zat-ı müqəddəsin görüşücünə ki, bir ömür özün mənə bu cür tanıtdırıb. İnnəhu huvəl bərrur rəhim. Gördülər ölümündən xəbər verir. Ta yarı gecə oldu Rubi Qiblə. Allahın nidasına ləbbək dedi. Söz yine de para qaldı əsli bəhsimiz. Bəli, Seyyid-i Şühəda hər nəyi var idi, verdi, tək qaldı. Dedi, həl min nasirin yansuruni. Acibdir, gecə deyik, gedin, günüz deyik, gəlin. Hacı Əbdülhüseyin ağa, gecə çırağı çəkirdə deyik, gedin. Ama günüz deyik, həl min nasir, gəlin. Nə qədər naxalis var, gecə deyik, çıxın, gedin. O leşlərin içində birdən xalis olar, ağa. Onları qoy çağırım gəlsin. Onları oradan, liyəmizəllahul xəbisə minət təyyib. Allah'ın adı zubur eləyib bunlarda. Odur ki, orada geldi, çağırdı, çağıranda Həlmin Nasir 7 dəfə Həlmin Nasir deyib, sən də 7 dəfə deyirsən, Ləbbeykə ya dauyəllah, Ləbbeykə ya da. İbni Abbas deyib, mən gördüm yuxuda, İmam Hüseyin gedəndə Kərbəlaya, gördüm, Cəbrəil dayanıbdır, Kəbənin qabağında, İmam Hüseyin əlindən yapışıb, deyir, həlummu ilə beyətillah, gəlin Allahla beyət eləyim. İmam Hüseyin'in şahsi sözü yoktu ki. Allah'a andolsun o zaman ümmet Ləbbeyk deseydi İsrail ne menedi? Gazze bu cüne qalardı. 75 yıl Filistin bu cüne qalardı. Müslümanlar bir cüz zəlil olardı. Bu şahı sağ o şahın başına qışqırı. Baba bunlar Müslüman şahı diye. Bunlar sındı, Müslüman sındı. Bu ne cürətlə deyələn bu cür ihanət. Özdə biləysən Trump'ın bir sözü var. De İslam bir dənə virus deyik. 2 milyard cəmaatın canında bu virusu gedək çəkib çıxardı atavayla. Bəli. Əgər olmaydı o müamilə ki Həzrət Zəhrə ilə oldu. Əgər olmaydı Kərbəlanın hadisəsi. Əgər olmaydı o müamilə ki Əmir Əleyhisselamdan oldu. Alən iş ucur olardı. Əsla və əbəda. Bəli. Seyyid-i Şühəda hamını qurbanlıq verdi. Meydanda tək. Ondan Həlmin Nasir dedi. İmam Hüseyin Həlmin Nasir diye səs çıxmıyor. Ləbbeyk deməyələr, Əhl-i Beytin bağrı çatlar. Ta meydanda deyan dedi, Həlmin Nasirin yansuruni. Ki dedi özü də, hər kəs mənim Həlmin Nasirimi eşidə. Mənə ləbbeyk deməyə, Allah onu üzü üstə cəhənnəmə salacaq. Məmuli yox, yəni bətər utuzubsan. Bu boyda imam,
Allah tevfik verib səni çağırıb yox deyibsə. Odur ki, Əlmin Nasir deyəndə xeymələr tərpəndiler. Nə qədər nabalıq var, nabalıqları gəldilər. Nə qəşəng Əhl-i Beyti var İmam Hüseyin ağanın. O nabalıqların biri ki, onun üstündə var idi. Əs-Seyyidül Mu'təmən Əl-Qasım ibn Əl-Həsən. Dil şişəstə ağa hacətim var. Al-Nəzər və aləmi mənada Qasım ağanı salaq qabağa, dalında daldalana, gedək Allahın qapısında və Peyğəmbər balası, ilgi Peyğəmbər bu baladadır. Elə mərifətli, elə ədəbli, elə ədəbli. Allah, Allah, nə cürət, nə şəcaət. Lincəsi görsənməyib tarixdə. Onun üstünlüğündə bu mərifətdə tarixi bütün zero eləyəsən tapa bilməzsən. Elə bir insan idi. Şəb-i Aşura durdu çadırın kənarında. İçəri keçmədi, ədəbinə bax. Böyüklərin məclisidir. Durdu kənarda, böyüklərin hürmətini saxladı. Amma eşidir ki, İmam Hüseyin ağa nədir? İmam Hüseyin ağa xəbər verdi, dedi sabahları hamız qanunuza bələşəcəksiniz, hamız şəhid olacaqsınız, hamız Cəddim Rəsulullah qonaqsınız. Nə qəşəng bişarət, nə qəşəng bişarət. Ağa bunlar bir söndülər ağa. Bəzisi biləysən də şuxluq eləymiş Kərbəlada, o saf ki vurmuşmuşlar, bəray bəzi işlər, əzilmiş ha. Bəli. Heç Şəmşirin dərdini ehsas eləmədilər, qılıncı. Odur ki, Qasım ağa çox orada həssas oldu. Ciddi hamı getdi, girdi xeymənin içinə. Gəldi Həzrətin əlini öpdü, ayağını öpdü. Dedi, əmican, dədə yerindədir da. Dedi, əmican, bir dənə sualım var. Və ənə fîmən yüktəl. Bunlara bətər müdal verdin. Və ənə fîmən yüktəl. Mən də şəhid olacağım. İmam Hüseyin ağa tarixə bir cavab amad elədi. Dedi, əvvəl oğlum, de görüm, ölümlə nəcirsən? Hansı onun üstündə uşağa ölümlə xəbər verərlər? Bəyə dözə bilər orada. Gör nə mərifət, gör nə mədrəsə, gör evdən nə keçəymiş. Döndü dedi ki, əmican, əhlam minəl əsəl. Əsəl nədir, bal nədir? Sənin rükabında, İmam-ı Əsrin rükabında mən canımı verəm. Bura mövtəni, məsələn, səbridir. Bura mövtəni fəxridir bura. Dedi, oğlum, sən də şəhid olacaqsan. Amma hamı ilə fərq eləyəcəksən. Buradan səni yad verirəm, fikri elə ki, gör Allah nə məqam verib Qasım ağaya behişdə. Gör nə məqam verib. Gör nə cür istəymiş Qasım ağanı. Dedi ki, şəhid olacaqsan, bədə ən təbliğə bi bəlain əzim. Əzim bir bəlaya düşəndən sonra. Bizim uşaqlar olsa rənci qaçar, bağrı çatlar, bəlayı əzim, bəlayı əzim. Heç şey bizə də tərpəndi. Asla və əbədə. Ay söynə durdu ayağa. Ay münacatın başladı, nəzvasın başladı, Qur'anın başladı. Gecəsin təəccüddə soğuşturdu, fəqət güdey sabahı. Sabahçı oldu, hamı şəhidi olub ki, Əlmin Nasir səslənəndə, Qasım ağa onun üstündə gəldi qabağa. Dedi, əmican, mənə icazə ver. Həzrət icazə vermədi, çünki nabalıqdır. Ravi də İmam Hüseyin yubandı, çıxdı üstdən baxdıq ki, niyə imanıb, bəlkə bahanə eləyib, gördük ki, bir dənə nocavan özünü salıb İmam Hüseyin ayaqlarına. Ayaqlarını belə öpək. Deyir, əmizən qoy gedim. Həzrət də icazə vermiyor. Axır mütəvəssil oldu babasının vəsiyyətinə ki, güya qolundaymış. Oğlum gördün Hüseyin yalqızdı, amandır. Amandır Hüseyin'i tək qoymayasan ha. Dayı Höccət tamam. İmam Hüseyin istədi ki, icazə verər. Əllərin saldı boynuna. Ay Allah, görəsən onlar o haləti etizarda İmam Hüseyin ağa əlin sala bizim boynuna. Hay Allah, hay Allah, hay Allah. Qasım ağa da əllərini saldı İmam Hüseyin ağanın boynuna. İkisi də haldan getdilər. O kadar ağladılar, hatta Ruşiyə əleyhimə. İmam Hüseyin ağladı, Qasımın halına uşaqdı, yaxıb gediyələn tikə-tikə olacaq. Amma Qasım niyə ağladı? Qasım Hüseynin yalqız qalmağına, susuzluğuna ağladı.
Köhnə mərifəti var. Dedi oğlum, sənə zənci libas rast gəlməz. Tərpənənməz. Oğlum, sənə səhməyə cəngi də rast gəlməz. Tərpənənməzsən. Dedi oğlum, başına xurdu cəngi qoyam, o da rast gəlməz. Elə başına əmmaməni qoyacağım. Amma əmmamənin bir bəndin açıq salacağım üzvə. Amma sən bu köynəyi çıxart bir. Köynəyin çıxartdı, köynəyin tərsə geydirdi. İndiyə necə heç kəs bilməyib niyə. Heç kəs. İmam Zaman ağa gələcək, özü təfsir eləyəcək. Aybəhcə durdu, İmam Zaman gəlib ziyarəti Aşuranı təfsir eləyəcək. Ondan sonra yola saldı. O niyə üzünə saldı onu? Bir bəndin. Bir də dedilər, o əmmamənin bir bəndin saldı üzünə, görməsinlər ki, bunu sinni yazdı. Bir də deyilər, yox, o qədər lətif idi bədəni, bunu gün incitməsin. Amma biri bətər söz deyib, bətər söz deyib. Deyib, İmam Həsən ağa o qədər görəcəkdi. Çıxanda evdən tamaşasına dulardılar, yol bağlanardı. Dönüb ayrı yoldan gedərdi. Həsən çağıranda deməzlər, Həsən ibn Əli, deyərlər, ya Həsən Əlvəc. Qasım ağa da elə parıldaydı. Saldı üzünə, dedi qoy bu uşağa göz dəyməz. Hələ eyni haqq. Qasım ağa başmağında, gəldi bir başmaq verdi. Başmaq, məmulu başmağı geydi. O qədər əzələsi vardı, bəndin də bağlamadı. Rabi də yadıma gəlib, başmağın birinin bəndin bağlamamışdı. Atıldı atın üstünə, qılınc əlində, onun üstündə bir tamaşa elə bir təsvir elə görməz. Fəqət İmam Həsən ağanın yeri boş idi, orada bir baxa. Gəldi dayandı meydanda, hamı baxır, bu uşaq nə qayıracaq. Ağzını açdı ki, rəzaz oxudu, dedilər, əcəb mərifəti var, əcəb fəsahəti var. Entun kirəvni və ənə Abdül Hasan. Hər kəs məni tanısın. Özünü tanıtdırdı. Ondan bir dənə rozu oxudu. Sonra girdi meydana. Tənha kəs ki, rozu oxuyub. İbarətdir, 2 nəfər Kərbəladə rozu oxuyub meydanda. Biri Qasım ağadır, biri də Hürrüdür. Nə rozasını oxusalar yaxşıdır, susuzluq rozası. Qasım ağa başladı İmam Hüseyin ağanın susuzluğundan dedi. Gör susuzluq nə qədər əsər eləmiş. Də oruç tutanlar. Ona vardı oldu meydana. Birini öldürdü, ikisini öldürdü, üçünü öldürdü, dördünü öldürdü. Ta ki Həzrəti atdan saldılar yerə. Bir nəfər düşdü başı ayra düşsün, qədim caizəni başa verərdilər. Baş aparmasaydı caizə yox idi. Uşağın başını ayra. Hər şəhid İmam Hüseyni çağır idi ki, ya Əbu Abdullah, gəl səni görüm, sonra ölüm. Hamısı fəqət İmam Hüseyni görə. Bəli, Qasım yox. Qasım deyildi, baba, əmican, gəl xəllisni min Hazrət zalim. Gəl məni bu zalimin əlindən qutar. İmam Hüseyin alıcı quşçunun foruyozunu yetirdi meydana. O məlun kişinin qəbiləsi gördülər, o atdan düşüb yerə. İmam Hüseyin at üstə onu cəhənnəmə vasil eləyəcək. Nə qayraq? Leşkəri bütöv tərpətdilər ki, İmam Hüseyin onu vura bilməz. Nəxada at tərpəndi, Qasım ağa da atın ayağının altında. Orada başa düşdü ki, bədən təbliğə, bir bəlain əzim nə olar? Toz yatandan sonra baxdır abi de gördük. İmam Hüseyin başını qoyub dizinin üstünə. Uşaq gitsin sürtə yerə, qalxız sürtə yerə. Bir söz deyib Hacı Şeyx Məhsi Oza deyərmiş Rozaxanlara qumda. Deyərmiş siz yad verəm Allaha rozuq, yanında baxın məclisə, görsüz mən varam, bunu oxumayın. Çünki bu İmam Hüseynin şərməndəlik rozasıdır. Dedi oğul nə çətindir mənə çağırasan, cavab verə bilməyəm, ya cavab verəm, faydası olur sənə. Əla lənətullah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ey duya davet eleyen Allah, ey duanın isticavetini tezmin eleyen Allah, memleketimize hasıl ayet ele, iktidarını artıqlaq elə, şevketini artıqlaq elə, mevzulat iktisadini bertaraf elə, bollu yağıntını nazil elə,
Fakr fakirde olanlara inayet eyle. Merizlere inayet eyle. Oğladı olmayana inayet eyle. Borcu olana inayet eyle. Bimaristanlarda giriftar olanlar, otaq əməldə olanlara inayet eyle. Pis keçinib bərzəxdə giriftar olan əli şiyələrinə xasılxas inayet eyle. Bərzəx milləsinin dalından bizə baxıb həsrət çəkənlərə inayət elə. Göz yolda olan müəllimlərimiz, valideynimiz, əsatidimiz inayət elə. Şühədaya, xanəvadə şühədaya inayət elə. Oruçluğumuzu xalis elə, mənbərimizi xalis elə, danışmağımızı, eşitməyimizi xalis elə. Bizi bir ləhzə-ləhzədən əski gözümüzə var güzar eləmə. İşlərimizi özün toğliyət elə. Cavanlarımızın tərbiyyətini özün toğliyət elə. Fitəni axirət zamandan onları hifz elə. مقام معظم رهبریت طول عمر پر برکت و عزت و رحمت اله ظهور حضرت ولی هستی bizim zamanımızda قرار ver به برکت صلوات بر محمد